Salam əziz MİQA və sertifikasiya hazırlaşan müəllimlər. Mən bugün sizə 16 iyun tarixində müəllimlərin işə qəbuluna düşən kurikulum qəbul suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Keçək suallara. 7-ci sinifdə riyaziyyat müəllimi həndəsi fiqurların sahəsinin hesablanması mövzusunu tədris etdikdən sonra şagirdlərin yalnız öyrəndiklərini deyil, öyrənmə potensiallarını da müəyyən etmək məqsədi ilə dinamik qiymətləndirmə tətbiq edir. O, əvvəlcə bütün şagirdlərə real həyatla əlaqəli mürəkkəb situasiya təqdim edir. Məktəbin həyətində salınacaq yaşıllıq sahəsinin planını hazırlamaq və bunun üçün lazım olan ot örtüyünün miqdarını hesablamaq tapşırılır. Şagirdlərin bir qismi tapşırıq asanlıqla yerinə yetirsə də, digər qismi hesablamalarda çətinlik çəkir. Müəllim çətinlik yaşayan şagirdlərə hazır həll yolunu demir. Əvəzində onları düşündürən suallar verir, fiqurları daha sadə hissələrə ayırmağı təklif edir, oxşar nümunələr üzərində birlikdə işləyir. Hər mərhələdə göstərdiyi dəstəyi tədricən azaldır. Bir müddət sonra həmin şagirdlərə əvvəlkindən fərqli, lakin eyni bacarığı tələb edən yeni situasiya təqdim edir. Bu dəfə şagirdlərin əksəriyyəti tapşırığı heç bir kömək almadan müstəqil yerinə yetirir. Müəllim əldə etdiyi müşahidələri qeyd edir və növbəti dərslərin planını bu nəticələrə uyğun yenidən qurur. Bu situasiyada müəllimin dinamik qiymətləndirmə tətbiq etməsinin əsas məqsədi hansıdır? Deməli, bu situasiyada müəllim dinamik qiymətləndirmə tətbiq edir. Dinamik qiymətləndirmənin də əsas məqsədi şagirdin yalnız mövcud bilik və bacarıqlarını yoxlamaq deyil, müəllimin dəstəyi, yəni mediasiya vasitəsilə öyrənmə potensialını və inkişaf imkanlarını müəyyən etməkdir. Bu situasiyada bunu sübut edən əsas məqamlar hansılardır? Baxaq, müəllim əvvəlcə şagirdlərə müstəqil tapşırıq verir. Çətinlik çəkən şagirdlərə hazır cavab təqdim etmir. Əksinə istiqamətləndirici suallar, Vygotsky nəzəriyyəsindəki kimi ipucuları və nümunələrdən istifadə edir. Dəstəyin həcmini tədricən azaldır. Yəni şagirdin müstəqilləşməsinə şərait yaradır. Daha sonra oxşar, lakin yeni tapşırıq təqdim edərək şagirdin dəstəkdən sonra həmin bacarığı müstəqil tətbiq edib etmədiyini yoxlayır. Əldə etdiyi nəticələrə görə növbəti dərsləri və fərdiləşdirilmiş təlim fəaliyyətlərini planlaşdırır. Yəni bu xüsusiyyətlər dinamik qiymətləndirmənin əsas prinsiplərini əks etdirir. Yəni öyrənmə potensialının müəyyənləşdirilməsi, yaxın inkişaf zonasının aşkarlanması, müəllim dəstəyi ilə inkişaf dinamikasının izlənilməsi və nəticələrə uyğun təlimin planlaşdırılması dinamik qiymətləndirmənin əsas prinsipləridir. İndi gəlin variantlara baxaq. A-da deyir, şagirdlərin mövcud bilik və bacarıqlarını yekun şəkildə ölçmək, onların dövlət standartlarına uyğunluğunu müəyyənləşdirmək, nəticələri balla ifadə etmək və sinif üzrə reytinq cədvəli hazırlamaq üçün obyektiv məlumat toplamaq. Bu yanlışdır. Çünki bu variant summativ qiymətləndirmənin xüsusiyyətlərini əks etdirir. Burada məqsəd yekun nəticəni ölçmək, standartlara uyğunluğu müəyyən etmək və bal verməkdir. Ona görə biz A-nı seçə bilmərik. B-də deyir, şagirdlərin mövzunu nə dərəcədə yadda saxladıqlarını müəyyənləşdirmək, buraxdıqları səhvləri qeyd etmək, düzgün cavabları izah etməklə qiymətləndirmə prosesini başa çatdırmaq və bütün şagirdlər üçün eyni təkrar məşğələləri planlaşdırmaq. Bu da yanlışdır, çünki bu yanaşma daha çox ənənəvi bilik yoxlamasına aiddir. Burada müəllim yalnız səhvləri müəyyən edir və izah verir, lakin şagirdin dəstəkdən sonraki inkişaf potensialı qiymətləndirilmir. C-də nə deyir? Şagirdlərin müəllimin təqdim etdiyi istiqamətləndirmə, ipucu və digər dəstək vasitələrindən sonra necə öyrəndiyini, öyrənmə potensialının hansı səviyyədə olduğunu, müstəqil fəaliyyətə keçid dinamikasını müəyyənləşdirmək və əldə olunan nəticələrə əsasən fərdiləşdirilmiş təlim qərarları qəbul etmək. Bəli, bu doğru yanaşmadır. Çünki müəllim dinamik qiymətləndirməni burada tətbiq edir. Dinamik qiymətləndirmənin dediyimiz kimi əsas məqsədi şagirdin yalnız mövcud bilik və bacarıqlarını yoxlamaq deyildir. Müəllimin köməyi ilə öyrənmə potensialı və inkişaf imkanlarını müəyyən etməkdir. Ona görə C bəndi doğrudur. D-də nə deyir? Tapşırığı daha sürətli yerinə yetirən şagirdlərə daha yüksək nailiyyətli hesab etmək, onların nəticələrini əsas götürərək sinifdə ümumi tədris tempini müəyyənləşdirmək və zəif nəticə göstərən şagirdləri əlavə məşğələlərə yönləndirmək.
Bu da yanlışdır. Çünki dinamik qiymətləndirmədə əsas meyar tapşırığın yerinə yetirilmə sürəti deyil, şagirdin müəllimin dəstəyi ilə necə inkişaf etməsi və sonradan müstəqil fəaliyyət göstərə bilməsidir. Y dedi, şagirdlərin əməkdaşlıq bacarıqlarını qiymətləndirmək, qrup üzvləri arasında vəzifə bölgüsünün necə aparıldığını müşahidə etmək, təqdimat bacarıqlarını müqayisə etmək və kommunikasiya səviyyəsinə uyğun rəy vermək. Y də yanlışdır. Çünki bu variant əməkdaşlıq və kommunikasiya bacarıqlarının qiymətləndirilməsini təsvir edir. Halbuki situasiyanın məqsədi qrup işi və yaxud da ünsiyyət bacarıqlarının deyil, şagirdin öyrənmə potensialının, yəni inkişaf dinamikasını müəyyən etməkdir. Ona görə cavabımız C bəndi oldu. 2-yə baxaq. Müəllim şagirdlərə yazı işini yoxladıqdan sonra səhvlərini düzəltməyə tapşırır. Şagird öz yazısını yenidən nəzərdən keçirir, orfoqrafiya qaydalarını tətbiq edərək səhvlərini düzəldir və deyir: "Mən əgər bu qaydanı əvvəl tətbiq etsəydim, səhv etməzdim və hər şey yaxşı olacaqdı." O zaman şagirdin bu fəaliyyəti taksonomiyanın hansı mərhələsinə aiddir? Baxaq, şagird öyrəndiyi orfoqrafiya qaydasını öz yazısında istifadə edir və həmin biliyi praktik vəziyyətdə tətbiq edir. Yəni, əsas idraki əməliyyat bilikdən istifadə etmək olduğuna görə mən bunu tətbiq götürürəm. Çünki burada şagird öyrəndiyi orfoqrafiya qaydalarını öz yazısında istifadə elədi və səhvlərini həmin qaydalara əsaslanaraq düzəldir. Yəni, o nəzəri biliyi konkret praktik vəziyyətdə tətbiq elədi. İdraki taksonomiyada tətbiq etmə mərhələsi də nədir? Öyrənilən bilik, qayda, prinsip və ya metodu yeni, real vəziyyətdə istifadə etməyə şərait yaratmaqdır. Şagirdin, mən əgər bu qaydanı əvvəl tətbiq etsəydim, səhv etməzdim və hər şey yaxşı olacaqdı fikrində deməsi göstərir ki, o qaydanın düzgün tətbiq edilməməsinin nəticəsini alır və həmin qaydanı öz fəaliyyətində istifadə etməyə vacibliyini dərk edir. Lakin situasiyanın əsas idraki əməliyyatı qaydanı yazı işində tətbiq edərək səhvləri düzəltməkdir. Niyə xatırlamaq olmaz? Çünki şagird sadəcə qaydanı yada salmır, onu praktik olaraq istifadə edir. Niyə anlamaq olmaz? Çünki qaydanın mənasını başa düşmək kifayət deyil. Burada həmin qayda yazıda tətbiq olunur. Niyə təhlil deyil? Çünki şagird səhvin səbəbini dərk etsə də situasiyanın əsas vurğusu səhvlərin qaydanı tətbiq etməklə düzəldilməsinə yönəlib. Niyə dəyərləndirmək deyil? Çünki şagird hər hansı meyara əsasən qərar vermir və ya qiymətləndirmə aparmır. Ona görə də bu situasiyada əsas məqsəd tətbiq etmək götürülməlidir. Çünki burada işin icrası vurğulanıb. Cavab D bəndi. 3-ə baxaq. Müəllim 8-ci sinifdə iqlim dəyişikliyinin ətraf mühitə təsiri mövzusunda tədris edərkən şagirdlərin tənqidi düşünmə, ünsiyyət və arqumentləşdirmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bunun üçün o sinfi 5 qrupa bölür və hər qrupa mövzu ilə bağlı müxtəlif aspektlər üzrə araşdırma aparmaq tapşırır. Qruplar müəyyən vaxt ərzində məlumat toplayır, faktlar sistemləşdirir və öz mövqelərini əsaslandıran arqumentlər hazırlayır. Hazırlıq mərhələsi başa çatandan sonra müəllim qruplardan birini sinfin mərkəzinə dəvət edir. Həmin qrup üzvləri mövzu ətrafında müzakirə aparır, arqumentlərini təqdim edir, bir-birinin fikirlərini tamamlayır və ümumi nəticəyə gəlməyə çalışırlar. Digər qruplar isə müzakirəyə birbaşa qoşulmurlar. Onlar yalnız müşahidə edir, qeydlər aparır, çıxış edən qrupun arqumentlərini təhlil edir və müzakirə bitəndən sonra suallarını, irad və təkliflərini səsləndirirlər. Daha sonra növbəti qrup mərkəzə keçərək eyni prosesi davam etdirir. Müəllim bu situasiyada əsasən hansı iş üsulundan istifadə edilmişdir? Əlbəttə ki, burada akvariumda cavab. Çünki bir qrup sinfin mərkəzində mövzu ətrafında müzakirə aparır, digər şagirdlər də müşahidəçi kimi prosesi izləyir. Qeydlər aparır. Müzakirə bitəndən sonra sualları verir və rəy bildirirlər. Yəni bu situasiyada müəllim şagirdləri qruplara böldü, hər qrupa hazırlıq üçün vaxt verdi və daha sonra yalnız bir qrupun sinfin mərkəzinə müzakirə aparmasını təşkil elədi. Digər qruplarda müzakirəyə birbaşa qoşulmadı, onlar prosesi müşahidə etmədi, müşahidə elədi, qeydlər apardı, arqumentləri təhlil elədi və müzakirə bitəndən sonra suallar və rəylər səsləndirildi. Daha sonra növbəti qrup eyni qaydada fəaliyyətinə davam etdirdi. Yəni bu xüsusiyyətlər akvarium iş üsulunun əsas əlamətləridir. Akvarium üsulunun əsas məqsədi şagirdlərin ünsiyyət, arqumentləşdirmə, aktiv dinləmə, müşahidə etmə, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Mərkəzdə fəaliyyət göstərən qrup akvariumun içində olur, digər şagirdlər isə müşahidəçi olaraq akvariumun kənarında olur. Bəs SWOT təhlili
təhlil nədir? Bu üsulda mövzu güclü tərəflər, zəif tərəfləri, imkanlar və təhlükələr baxımından təhlil edilir. Bu situasiyada belə analiz yoxdur. C bəndində deyir ziqzaq. Burada da bu üsulda şagirdlər ekspert qruplarında öyrəndikləri hissəni sonradan yeni qruplarda bir-birindən öyrədirlər. Situasiyada ekspert qrupları və qarşılıqlı öyrətmə mərhələsi yoxdur. Bəs karusel niyə olmaz? Çünki karusel üsulunda qruplar stansiyalar arasında hərəkət edir və digər qrupların işini davam etdirirlər. Situasiyada qrupların yerlərinin dəyişməsi və yazılı işlərin tamamlanması baş vermir. Bəs niyə beyin həmləsi olmur? Çünki beyin həmləsinin məqsədi qısa vaxtda mümkün qədər çox fikir toplamaqdır. Burada isə əsas diqqət bir qrupun müzakirəsi və digər qrupların müşahidəsinə yönəlib. Bu səbəbdən situasiyanın bütün əlamətləri akvarium iş üsuluna uyğun gəlir. Cavabımız A bəndi oldu. 4-ə baxıram. Müəllim 8-ci sinifdə ekoloji problemlərin həlli yolları mövzusunda layihə əsaslı dərs təşkil edir. O, şagirdləri 5 qrupa ayırır və hər qrupa problemin fərqli istiqamətlərini araşdırmağı tapşırır. Qrup üzvləri əvvəlcə tapşırıqları öz maraq və bacarıqlarına uyğun bölüşdürür, daha sonra məlumat toplayır, fikir mübadiləsi aparır və müxtəlif təklifləri birlikdə müzakirə edirlər. Müzakirələr zamanı yaranan fikir ayrılıqları qarşılıqlı hörmət əsasında həll olunur. Hər bir şagird qrupun ümumi məqsədinə nail olması üçün öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. Təqdimat zamanı qrup üzvləri bir-birini tamamlayır, çətinlik yaşayan yoldaşlarına dəstək olur və ümumi nəticənin uğurlu alınmasına çalışırlar. Müəllim müşahidə edir ki, bütün şagirdlər prosesdə fəal iştirak edir və ortaq nəticəyə nail olmaq üçün birlikdə fəaliyyət göstərirlər. Bu situasiya daha çox şagirdlərdə hansı bacarığın formalaşdığını göstərir. Baxaq. A-da nə deyir? A-da deyir ki, şagirdlərin mövzu ilə bağlı məlumatları sistemli şəkildə toplayaraq onları təhlil etməsi, müxtəlif mənbələrdən əldə olunan informasiyanı müqayisə etməsi və fərdi şəkildə əsaslandırılmış nəticələr çıxarması bacarığıdır. Bu yanlışdır. Çünki informasiyanın toplanması və təhlili təsvir olunsa da, situasiyanın əsas vurğusu məlumatın təhlili deyil, birgə fəaliyyət və əməkdaşlıqdır. Ona görə bu doğru deyil. B də deyil. Şagirdlərin müəllimin təqdim etdiyi məlumatları yadda saxlaması, onları ardıcılıqla təqdim etməsi, anlayış və terminləri düzgün istifadə etməsi, mövzunu əzbər şəkildə ifadə etməsi bacarığıdır. B də olmaz. Çünki bu variant daha çox yadda saxlama və reproduktiv öyrənmə ilə bağlıdır. Situasiyada isə şagirdlər əzbərləmir, qarşılıqlı fəaliyyət göstərir. C-də deyir, şagirdlərin qrup daxilində liderlik rolunu üzərinə götürməsi, qərarların qəbulunda üstünlük qazanması, digər qrup üzvlərinin fəaliyyətini idarə etməsi və iş bölgüsünü tək başına müəyyənləşdirməsi bacarığı. Bu da yanlışdır, çünki situasiyada liderlikdən deyil, məsuliyyətin bütün qrup üzvləri arasında bölüşdürülməsindən bəhs olunur. Heç bir şagird qrupu tək başına idarə eləmir. D-də deyir, şagirdlərin mövcud problemləri tənqidi təhlil etməsi, alternativ həll yollarını müqayisə etməsi və argumentlər əsasında seçim etməsi, fərdi mövqeyini əsaslandıraraq müdafiə etməsi bacarığı. Bu tənqidi düşünmə elementləri mövcud olsa da, əsas diqqət alternativlərin təhlilinə deyil, birgə qərar qəbul etmə və əməkdaşlığa yönəlib. Amma cavabımız Y bəndidir. 7 deyir, şagirdlərin bir-biri ilə səmərəli əməkdaşlıq etməsi, ortaq məqsədə nail olmaq üçün qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi, vəzifələri bölüşdürməsi, bir-birinə dəstək olması, fikir mübadiləsi aparması və birgə qərarlar qəbul etməsi. Bəli, bu səbəbdən situasiyanın əsas məzmununu şagirdlərin bir-biri ilə səmərəli əməkdaşlıq etməsi təşkil elədiyinə görə elə cavabımızı Y bəndi götürdük. Niyə? Çünki situasiyada vurğulanan əsas məqamlar qarşılıqlı əməkdaşlıq, məsuliyyət bölgüsü, bir-birinə dəstək, orta məqsəd uğrunda birlikdə çalışma və birgə qərar qəbul etmədir. Bunlar 21-ci əsr bacarıqları sırasında əməkdaşlıq bacarığının əsas göstəriciləridir. Digər variantlarda daha çox tənqidi düşünmə, liderlik, informasiya ilə işləmə, kommunikasiya elementləri təsvir olundu. Ona görə cavabımız Y bəndidir. Yəni, situasiyada müəllim layihə əsaslı təlim təşkil edir və şagirdlərin fəaliyyəti boyunca əməkdaşlıq bacarığının bütün əsas komponentləri müşahidə olunur. Qrup üzvləri tapşırıqları öz
öz aralarında bölüşdürür, məlumatları birlikdə araşdırır, fikir mübadiləsi aparır, yaranan fikir ayrılıqlarını qarşılıqlı hörmət əsasında həll edir, bir-birinə dəstək göstərir və ortaq məqsədə nail olmaq üçün birgə qərarlar qəbul edirlər. Bu xüsusiyyətlər 21-ci əsr bacarıqlarından əməkdaşlıq bacarığını xarakterizə edir. Deməli, bu situasiyada məqsəd hər hansı bir şagirdin fərdi nailiyyətini deyil, qrup üzvlərinin qarşılıqlı əməkdaşlıq edərək ümumi nəticə əldə etməsini nümayiş etdirir. Müəllimin müşahidə etdiyi əsas məqam da məhz şagirdlərin birlikdə işləməsi, məsuliyyət paylaşması və ortaq məqsədə doğru koordinasiyalı fəaliyyət göstərməsidir. Bu səbəbdən cavabımız Y bəndi oldu. 5-ə baxaq. Müəllim təsvir incəsənət dərsində Azərbaycan xalçacılıq məktəbləri haqqında mövzunu tədris edir. Dərs zamanı şagird Quba, Qarabağ, Şirvan, Təbriz və Qazax xalça məktəblərinə aid naxışların adlarını, onların xüsusiyyətlərini və dərslikdə verilən nümunələri dəqiq şəkildə sadalayır. Müəllim daha sonra dərslikdə olmayan, lakin öyrənilən xüsusiyyətlərə uyğun başqa bir Azərbaycan xalçasının şəklini nümayiş etdirir və şagirddən həmin xalçanın hansı məktəbə aid olduğunu, bunu hansı əlamətlərə əsasən müəyyən etdiyini izah etməsini xahiş edir. Şagird isə yalnız əzbərlədiyi məlumatları təkrar edir. Lakin yeni nümunənin xüsusiyyətlərini izah edə və onları əvvəl öyrəndiklərlə əlaqələndirə bilmir. Deməli, bu situasiya şagirdin Bloom'un idrak taksonomiyasının hansı mərhələsində çətinlik çəkdiyini göstərir. Şagird xalça məktəblərinin adlarını və xüsusiyyətlərini xatırlaya bilir, lakin müəllimin göstərdiyi yeni nümunəni izah eləyə, öyrəndiyi xüsusiyyətlərlə əlaqələndirə və mənalandıra bilmir. Bu da onun anlamaq mərhələsində çətinlik yaşadığını göstərir. Çünki anlama mərhələsi yalnız məlumatı əzbərləmək deyil, onu izah etmək, şərh etmək, nümunələr arasında əlaqə qurmaq və mənasını dərk etmək bacarığını əhatə edir. Ona görə cavabımız B bəndi anlamaq oldu. 6-ya baxaq. Müəllim dərs zamanı müşahidə edir ki, bir qrup şagird bir sinif yoldaşını uzun müddətdir ki, xarici görünüşünə görə lağa qoyur. Ona müxtəlif ləqəblər verir, qrup işlərinə qoşulmasına mane olur və sosial şəbəkələrdə onun haqqında alçaldıcı paylaşımlar edirlər. Həmin şagird son vaxtlar dərslərdə fəallığını itirib, sinif yoldaşları ilə ünsiyyətdən qaçır. Tənəffüslərdə tək qalmağa üstünlük verir və dərsə gəlmək istəmədiyini bildirir. Müəllim vəziyyətin təsadüfi münaqişə olmadığını, davranışların təkrarlanaraq şagirdə psixoloji təsir göstərdiyini müəyyən edir. Müəllim bu vəziyyətdə ilk növbədə hansı addımı atmalıdır? Ümumiyyətlə, situasiyada təsvir olunan hadisə adi mübahisə və ya təsadüfi anlaşılmazlıq deyil. Bullying, yəni zorakılıq halıdır. Ona görə də buna işarə edən əsas əlamətlər davranışların təkrarlanması, bir qrupun digər şagirdə qarşı üstün mövqe tutması, şagirdin qrup fəaliyyətlərindən kənarlaşdırılması, ona ləqəblər verilməsi və sosial şəbəkələrdə alçaldıcı paylaşımların edilməsi kimi hallandırır. Nəticədə zərər çəkən şagirdin emosional vəziyyətində dəyişikliklər yaranır və o dərslərdə passivləşmiş, ünsiyyətdən uzaqlaşmış və məktəbə gəlmək istəmədiyini bildirmişdir. Belə vəziyyətdə müəllimin ilk vəzifəsi hadisəni ciddi qəbul etmək, şagirdin təhlükəsizliyini təmin etmək və problemi istəmi şəkildə araşdırmaqdır. Müəllim bullyingdə iştirak edən şagirdlərlə fərdi söhbətlər aparmalıdır, məktəb rəhbərliyini və valideynləri məlumatlandırmalıdır, zərurət yarandıqda məktəb psixoloqunun dəstəyindən də istifadə etməlidir. Bu yanaşma həm zərər çəkən şagirdin müdafiəsinə, həm də bullying davranışının qarşısının alınmasına xidmət edir. İndi gəlin variantlara baxaq. A-da deyir, baş verən hadisəni uşaq mübahisəsi kimi qiymətləndirib, şagirdlərə öz aralarında problem həll etməyi tövsiyə etmək və prosesə müdaxilə etməmək. Bu yanlışdır. Çünki bullyingi sadəcə uşaq mübahisəsi kimi qiymətləndirmək problemin dərinləşməsinə və zərər çəkən şagirdin daha çox psixoloji təsir görməsinə səbəb ola bilər. Ona görə bu yanlışdır. B-də deyir, vəziyyəti dərhal araşdırmaq, zərər çəkən şagirdin təhlükəsizliyini təmin etmək, bullyingdə iştirak edən şagirdlərlə fərdi söhbətlər aparmaq, məktəb rəhbərliyi və valideynləri məlumatlandırmaq, ehtiyac olduqda məktəbin psixoloqunu prosesə cəlb edərək bullyingin qarşısını almaq üçün sistemli tədbirlər görməkdir. Bəli, bayaq vurğuladığım kimi, burada əsas məqamlar B bəndində verilibdir. Yəni, müəllim bullyingdə iştirak edən şagirdlərlə fərdi söhbət aparmalıdır, məktəb rəhbərliyi və valideynləri məlumatlandırmalıdır, zərurət yarananda məktəb psixoloqunun da dəstəyindən istifadə etməlidir. Cavabımız B bəndidir. C-də nə deyir?
Zərər çəkən şagirdə sinif yoldaşlarının davranışına məhəl qoymamağı tövsiyə etmək, zaman keçdikcə problemin öz-özünə həll olunacağını gözləmək. Yanlışdır. Şagirdə məhəl qoymamağı tövsiyə etmək problemi həll eləmir. Bullying adətən öz-özünü aradan qalxmır və vaxtından müdaxilə tələb edir. D-dir, zərər çəkən şagirdi başqa sinfə keçirməyə və ya qrupunu dəyişməyə təklif edərək problemin əsas səbəbini araşdırmadan yalnız onun yerini dəyişmək. Yanlışdır. Zərər çəkən şagirdin yerini dəyişmək problemin kök səbəbini aradan qaldırmır və məsuliyyəti haqsız olaraq zərər çəkənin üzərinə qoymuş olur. Y-dir. Bullying edən şagirdləri bütün sinif qarşısında sərt şəkildə danlamaq, onları utandırmaq və dərhal cəzalandırmaqla problemin həll olunacağını düşünmək. Yanlışdır. Bullying edən şagirdləri sinif qarşısında alçaltmaq və ya utandırmaq pedaqoji baxımdan düzgün yanaşma deyil. Bu, yeni problemlərə və qarşıdurmalara səbəb ola bilər. Problemin həllinin sistemli olması və maarifləndirici müdaxilə olması tələb olunandır. Bu səbəbdən də müəllimin atmalı olduğu ən doğru addım B bəndində göstərilən kompleks və peşəkar yanaşma olaraq qəbul olunandır. Cavab B bəndi oldu. 7-yə baxaq. Müəllim qrup işi zamanı müşahidə edir ki, Aylin son günlər dərslərdə pasiv iştirak edir. Sinif yoldaşları ilə ünsiyyətdən yayınır və təqdimat zamanı həyəcanlandığı üçün danışa bilmir. Bəzi şagirdlər onun bu vəziyyətinə gülürlər. Müəllim isə əvvəlcə Aylinlə fərdi söhbət edir. Onun hisslərini dinləyir, yaşadığı çətinliyi anlamağa çalışır. Daha sonra sinifdə hər kəsin fərqli xüsusiyyətlərə malik olduğunu vurğulayaraq hörmət və qarşılıqlı dəstək haqqında müzakirə təşkil edir. Müəllimin davranışı Golemanın emosional intellekt modelinin hansı komponentini daha çox əks elətdirir? Əlbəttə ki, burada empati olmalıdır. Çünki situasiyada müəllim ilk növbədə şagirdin davranışını mühakimə etmir və onu dərhal qiymətləndirmir. Əksinə, ailənin hisslərini anlamağa çalışır, onunla fərdi söhbət edir, emosional vəziyyətini dinləyir, yaşadığı çətinliyin səbəbini müəyyən etməyə çalışır. Bundan sonra da sinifdə hörmət, anlayış və qarşılıqlı dəstək mühiti formalaşdırmaq üçün maarifləndirici müzakirə təşkil edir. Bu davranış Daniel Golemanın emosional intellekt modelində empatiya sosial məlumatlıq komponentinə aiddir. Empatiya deyəndə insanın başqasının hisslərini, ehtiyaclarını, emosional vəziyyətini anlayaraq ona uyğun münasibət göstərməsi və dəstək verməsi nəzərdə tutulur. Bəs niyə digər variantlar olmur? Özünü dərk, öz hisslərini tanımaq və onların davranışına təsirini başa düşmə bacarığıdır. Bu komponent insanın öz hisslərini, emosiyalarını tanımasından bağlıdır. Situasiyada isə müəllim öz emosiyalarını deyil, şagirdin hisslərini anlamağa çalışır. B-də deyir özünü idarə etmə, öz emosiyalarını nəzarətdə saxlamaq və impulsiv davranmamaq deməkdir. Situasiyada əsas vurğu müəllimin emosiyalarını idarə etməsi deyil, şagirdin hisslərini anlamasına yönəlmişdir. C-də deyir motivasiya. Daxili maraq, əzmkarlıq, məqsədə çatmaq istəyi ilə bağlıdır motivasiya. Situasiyada bu xüsusiyyət təsvir olunmamaqdadır. Ona görə onu götürən müəllim. D-də deyir sosial bacarıqlar. Ünsiyyət qurmaq, əməkdaşlıq etmək və münasibətləri idarə etmək bacarığı məhz burada birləşir. Müəllim sinifdə müzakirə təşkil eləsə də, situasiyanın əsas mahiyyəti ailənin hisslərini başa düşməsi və ona emosional dəstək göstərməsidir. Ona görə Y bəndinə baxaq, empatiya. Başqasının hisslərini və ehtiyaclarını anlamaq, onun emosional vəziyyətdə həssas yanaşmaq və uyğun dəstək göstərmək bacarığı. Bəli, burada müəllimin nümayiş etdirdiyi əsas emosional intellekt komponenti empatiya qeyd olunmaqdadır. Cavabımız Y bəndidir. Yəni özünü qarşı tərəfin yerinə qoyur. 8-ə baxaq. 8-də deyir ki, dərs zamanı bir şagird müəllimin iradına etiraz edir və emosional şəkildə yüksək səslə danışmağa başlayır. Müəllim əsəbləşməsinə baxmayaraq səsini qaldırmır, vəziyyəti sakit şəkildə idarə edir, şagirdin sakitləşməsini gözləyir və daha sonra onunla fərdi söhbət edərək problemin səbəbini müzakirə edir. Dərsin gedişinin pozulmaması üçün müəllim emosiyalarını nəzarətdə saxlayır və peşəkar davranış nümayiş etdirir. Bu situasiya Golemanın emosional intellekt modelinin hansı komponentini əks etdirir? Əlbəttə ki, özünü idarə etmə.
Yəni D bəndi. Çünki situasiyada müəllim şagirdin emosional və ya aqressiv davranışına baxmayaraq öz emosiyalarını nəzarətdə saxlayır. İmpulsiv reaksiya vermir, səsini qaldırmır, vəziyyəti sakit şəkildə idarə edir. O problemi dərhal münaqişəyə çevirməyə əvəzinə şagird sakitləşəndən sonra onunla fərdi söhbət aparır. Hadisənin səbəblərini araşdırır. Bu davranış müəllimin emosiyalarını idarə edə bildiyini və peşəkar qərarlar verdiyini göstərir. Daniel Golemanın emosional intellekt modelinə görə özünü idarə etmə insanın öz hiss və emosiyalarını nəzarətdə saxlaması, impulsiv davranışlardan çəkinməsi, gərgin vəziyyətlərdə soyuqqanlılığını qoruması və düşünülmüş qərarlar qəbul etməsi bacarığıdır. Deməli, empatiya niyə olmaz? Çünki empatiya başqasının hisslərini anlamaq və ona uyğun dəstək göstərməkdir. Situasiyada müəllim sonradan şagirdlə söhbət eləsə də, əsas vurğu onun öz emosiyalarını idarə etməsi üzərindədir. Ona görə A olmaz. B-də deyir, sosial bacarıqlar bu komponent ümumiyyətlə ünsiyyət qurmaq, əməkdaşlıq yaratmaq, münasibətləri idarə etməyə əhatə edir. Situasiyada sosial bacarıq elementləri olsa da, əsas davranış emosiyaların idarə olunmasıdır. C-də motivasiya edir. Motivasiya məqsədə çatmaq üçün daxili həvəs və əzmkarlıqla bağlıdır. Situasiyada bu xüsusiyyət təsvir olunmamaqdadır. Özünü dərk həmçinin insanın öz hisslərini və onların davranışına təsirini dərk eləməsidir. Müəllim öz emosiyalarının fərqində olsa da, situasiyada əsas məqam bu emosiyaların idarə olunmasıdır. Bu səbəbdən cavabımız özünü idarə etmə, yəni D bəndi olmuş oldu. Çünki emosiyalarını nəzarətdə saxlayır, impulsiv reaksiyalardan çəkinir və vəziyyəti düşünülmüş şəkildə idarə eləyir. 9-a baxaq. Müəllim təsvir incəsənət dərsində renklərin emosional təsiri mövzusunu tədris edəndən sonra şagirdlərə müxtəlif rəng çalarlarından istifadə edərək insanın sevinc, kədər, həyəcan və sakitlik kimi emosiyalarının əks etdirən kompozisiya hazırlamağı tapşırır. Şagird tapşırığı yerinə yetirərkən müxtəlif rənglərdən istifadə edir və işini təqdim edərkən seçdiyi rənglərin hansı emosiyanı ifadə etdiyini və onların nə üçün seçdiyini və rənglərin yaratdığı hissləri izah edir. Taksonomiyanın hansı mərhələsidir? Əlbəttə ki, anlamaq. Çünki situasiyada əsas vurğu şagirdin hazırladığı işi izah etməsinə, seçdiyi rənglərin hansı emosiyanı ifadə etdiyini şərh eləməsinə və mənalandırmasına yönəlmişdir. O, rənglərin emosional təsirini başa düşdüyünü sözlə ifadə edir və izah eləməkdədir. Bu da taksonomiyada anlamaq mərhələsində yer almış olur. Burada əsas idraki əməliyyat izah etmək, şərh etmək, mənalandırmaqdır. O da A bəndində yer almış olur. 10-cu sual. Məktəbdə qiymətləndirmə prosesinin təşkili ilə bağlı metodiki iclas keçirilir. Müəllimlər qiymətləndirmənin müxtəlif növlərinin xüsusiyyətlərini müzakirə edir və onların təlim prosesində hansı məqsədlərə xidmət etdiyini izah edir. Müzakirə zamanı müəllimlərdən biri summativ qiymətləndirmənin əsas xüsusiyyətini düzgün ifadə edir. Aşağıdakı fikirlərdən hansı summativ qiymətləndirməyə aiddir? Biz bilirik ki, summativ qiymətləndirmə təlim vahidi, bölmə və tədris mərhələsi başa çatandan sonra aparılır. Onun əsas məqsədi şagirdin əldə etdiyi təlim nəticələrini əvvəlcədən müəyyən edilmiş qiymətləndirmə meyarlarına əsasən müəyyənləşdirmək və yekun nəticəni qiymətləndirməkdir. Digər variantlarda formativ qiymətləndirmə yer alır. Gəlin indi onlara bir-bir baxaq. Arada deyir, təlim prosesinin davam etdiyi müddətdə şagirdin irəliləyişini mütəmadi izləmək, ümumiyyətlə mütəmadi izləmək varsa bu formativdir. Davamlı oxumağa ehtiyac yoxdur. Deməli, A bəndi formativ oldu. B-də deyir, B-də təlim vahidi, bölmə və ya müəyyən tədris mərhələsi başa çatandan sonra şagirdin nailiyyət səviyyəsini əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmək, əldə etdiyi nəticələri qeydə almaq və yekun nəticəni müəyyən etmək məqsədi daşıyır. Elə cavabımız onda B bəndidir. C-də deyir, şagird öyrənmə potensialını müəyyən etmək üçün müəllimin istiqamətləndirici suallar və müxtəlif dəstək vasitələrindən istifadə etməsi, sonraki təlim fəaliyyətinin buna uyğun planlaşdırması ilə xarakterize olunur. Yəni, burada ümumiyyətlə digər variantlarda dinamik qiymətləndirmə, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, diaqnostik qiymətləndirmə, yəni bunlar yer almaqdadır. Bizdən amma summativ istəyir. Ona görə C-də olmaz. D-də deyir, şagird öz fəaliyyətini və sinif yoldaşlarının fəaliyyətini meyarlar əsasında təhlil edir. Deməli, özünü qiymətləndirmə də var, qarşılıqlı qiymətləndirmə də var. Y-də isə deyir ki, təlim prosesi şagirdlərin maraq ehtiyaclarını öyrənmək, əvvəlki bilik bacarıq müəyyən eləmək, bu varsa avtomatik, bu da diaqnostik qiymətləndirmədir. Cavabımız B bəndi olmuş oldu.
11-də müəllim 8-ci sinifdə şəhərlərdə ekoloji problemlər mövzusunu tədris edərkən şagirdlərə müxtəlif mənbələrdən toplanmış statistik cədvəllər, diaqramlar, hava keyfiyyəti göstəriciləri, əhali sıxlığına dair məlumatlar və sənaye müəssisələrinin yerləşməsini əks etdirən xəritələr təqdim edir. O, şagirdlərdə məlumatları diqqətlə araşdırmağı, müxtəlif göstəricilər arasında əlaqələri müəyyənləşdirməyi, çirklənmənin əsas səbəblərini aşkar etməyi, bölgələr üzrə nəticələri müqayisə etməyi və əldə etdikləri faktlara əsaslanaraq ümumi nəticə çıxartmağı tələb edir. Təqdimat zamanı müəllim şagirdlərdən gəldikləri nəticəni konkret fakt və sübutlarla əsaslandırmalarını da istər. Bu situasiyada daha çox hansı təfəkkür növü yer almışdır? Şagirdlər təqdim olunan statistik məlumatları, cədvəlləri, diaqramları təhlil edərsə, onları müqayisə etsə, səbəb-nəticə əlaqələri müəyyən edib, faktlara əsaslanıb nəticə çıxartsa, deməli, burada əsas idraki fəaliyyət, məlumatların təhlili və əsaslandırılmış nəticə çıxartmaq olaraq qalır. Yəni, bu da analitik təfəkkürdə yer almış olur. Yaradıcı təfəkkür yeni ideyaların irəli sürülməsini, tənqidi təfəkkür müxtəlif mövqələrin meyarlar əsasında qiymətləndirilməsini, praktik təfəkkür biliklərin real həyatda tətbiqini, məntiqi təfəkkür ardıcıl mühakimə yürütməyə ön plana qoyur. Ona görə də burada əsas vurğu təhlil və müqayisə üzərindədir. Ona görə cavabımız A bəndi analitik təfəkkür olmuş oldu. 12-yə baxaq. Müəllim 6-cı sinifdə Azərbaycan tarixi mədəni irsi mövzusunu tədris edərkən dərsi 2 mərhələdə təşkil edir. Əvvəlcə şagirdlər Azərbaycanın müxtəlif tarixi abidələri haqqında məlumat verir və onlardan bu abidələri yerləşdikləri bölgələrə, tikilmə dövrünə və təyinatına görə müqayisə etmələrini, əvvəl öyrəndikləri Azərbaycan coğrafi bölgələri mövzusu ilə əlaqələndirərək ümumiləşdirmələr aparmalarını istəyir. Daha sonra müəllim şagirdləri müxtəlif mənbələrdən tarixi abidələr haqqında əlavə məlumat toplamağı, əldə etdikləri faktlar əsasında mətn hazırlamağı və hazırladıkları mətni sinifdə təqdim etməyə tapşırır. Bu zaman şagirdlər hansı tarixi biliklərdən, həm də Azərbaycan dili fənnində qazandıqları yazılı nitq və təqdimat bacarıqlarından istifadə edirlər. Situasiyada təsvir olunan fəaliyyətlər hansı inteqrasiyanın növlərinə aiddir? Birinci mərhələdə müəllim tarix mövzusunu həmin fənn daxilində əvvəl öyrənilmiş biliklərlə əlaqələndirərək şagirdlərin biliklərini sistemləşdirir. Bu oldu fənn daxili inteqrasiya. İkinci mərhələdə də şagirdlər tarix mövzusu üzrə topladıqları məlumatları Azərbaycan dili fənnində qazandıqları mətn qurma və təqdimat bacarıqlarla birləşdirir. Burada iki müxtəlif fənnin bilik bacarıqları əlaqələndirildiyinə görə bunu da fənlər arası götürürük. Deməli, birinci hissə oldu fənn daxili, ikinci hissə oldu fənlər arası. O da oldu B bəndi. Birinci mərhələ fənn daxili, ikinci mərhələ fənlər arası. Sonra keçək digər testimizə. 2 dəqiqə. 13-cü sualımıza. Müəllim 8-ci sinifdə Azərbaycan təbii sərvətləri mövzusunda təqdimat dərsi təşkil edir. Dərsin əvvəlində o, şagirdləri təqdimatın qiymətləndirmə meyarlarını izah edir və çıxış zamanı fikirlərini sərbəst ifadə etmələrini tövsiyə edir. Təqdimat zamanı şagirdlərdən biri mövzunu ümumilikdə düzgün təqdim etsə də, bəzi anlayışları qarışdırır. Bir neçə faktı natamam izah edir və mühüm məqamlardan bəzilərini qeyd etmir. Müəllim şagirdin nitqini kəsmir. Səhvlərini təqdimat zamanı düzəltmir və çıxışın sonuna qədər onu diqqətlə dinləyir. Təqdimat başa çatandan sonra müəllim yalnız qiymətləndirmə cədvəlinə bal yazır və yekun qiyməti elan edir. O, şagirdin güclü tərəfləri, buraxdığı səhvləri, onları necə aradan qaldıracağı və növbəti təqdimatlarda nələri inkişaf etdirməli olduğu barədə heç bir rəy vermir. Şagird isə hansı səhvləri yol verdiyini və gələcəkdə öz çıxışını necə təkmilləşdirə biləcəyini başa düşmür. Bu situasiyada müəllim fəaliyyətini necə qiymətləndirmək olar? Ümumiyyətlə, Y-də cavabımız Y bəndidir, amma gəlin ardada gedək. Arda deyir, müəllim təqdimat zamanı yalnız nitqin səlisliyinə diqqət yetirməli. Məzmun səhvlərini və natamam cavabları qiymətləndirmə zamanı nəzərə almamalıdır. Yalnız nitqin səlisliyi diqqətlə dinlənəndə digərləri
arxa planda qalır. Ona görə olmaz. B-də deyir, müəllim fəaliyyəti tamamilə doğrudur. Təqdimat zamanı müdaxilə etməməsi və sonda yalnız qiymət yazması qiymətləndirmə prosesinin düzgün təşkil olunduğunu göstərir. O necə olur? Gələk cavab versin ki, sonra qiymət qoysun. C-də deyir, müəllim fəaliyyəti yanlışdır. O şagird hər səhvə yol verdiyi anda təqdimatı dayandırmalı, səhvi dərhal düzəltməli və düzgün cavabı özü izah etməlidir. O zaman avtoritar rejim olur. D-də deyir, müəllim yalnız sinif yoldaşlarının şagirdi qiymətləndirməsinə şərait yaratmalı, özü isə nə qiymət verməni, nə də rəy bildirməlidir. Bu da absurddur, olmaz. Amma cavab Y bəndidir. Müəllimin fəaliyyəti qismən doğrudur. Təqdimat zamanı şagirdin nitqini kəsməməsi və çıxışını sona qədər dinləməsi məqsədə uyğundur. Lakin təqdimatdan sonra şagirdi refleksiyaya cəlb etməli, buraxdığı səhvləri onunla birlikdə müzakirə etməli, inkişaf istiqamətlərini göstərməli və konstruktiv rəy verməlidir. Yəni bu tam dolğun cavabdır. Çünki Y-də müəllimin təqdimat zamanı şagirdin nitqini kəsməməsi düzgün pedaqoji yanaşma kimi göstərilir. Bu, şagirdin fikrini sərbəst ifadə etməsinə, özünə inamını qorumasına və təqdimatı tamamlamasına imkan yaradır. Lakin qiymətləndirmə yalnız bal verməklə yekunlaşmamalıdır. Müəllim təqdimatdan sonra şagirdlə birlikdə buraxılan səhvləri təhlil etməli, onun güclü tərəflərini qeyd etməli, inkişaf etdirilməsi lazım olan məqamları göstərməli, konstruktiv rəy verməlidir. Məhz belə əks əlaqə şagirdin növbəti fəaliyyətin təkmilləşdirməsinə kömək edir və formativ qiymətləndirmənin əsas prinsiplərinə uyğundur. Buna görə də doğru cavabımız müəllimin fəaliyyəti qismən doğrudur, Y bəndi götürülür. 14-ə baxaq. Müəllim 8-ci sinifdə iqlim dəyişikliyinin cəmiyyətə təsiri mövzusunda tədqiqat xarakterli dərs planlaşdırır. Dərsin əvvəlində məqsədi, qiymətləndirmə meyarlarını və fəaliyyət mərhələlərini izah edəndən sonra şagirdləri qruplara ayırır. Fəaliyyətin ilk dəqiqələrində qrupların əksəriyyəti tapşırığı müzakirə etsə də bir müddət sonra sinifdə səs-küy artır. Bəzi şagirdlər mövzudan kənar söhbətlərə başlayır, bir neçə fəal şagird bütün qərarları özü qəbul edir, digərləri isə passiv müşahidəçi rolunda qalır. Bəzi qruplarda fikir ayrılığı yarandığı üçün iş dayanır və digər qruplarda isə vaxtın böyük hissəsi təşkilata məsələlərə sərf olunur. Müəllim başa düşür ki, bu vəziyyət davam edərsə, nə dərsin məqsədinə nail olunacaq, nə də bütün şagirdlərin öyrənmə prosesi təmin ediləcək. O, həm nizam-intizamı bərpa etməli, həm də şagirdlərin motivasiyasını və fəal iştirakını qoruyaraq təlim prosesini səmərəli istifadə etməlidir. İdarə etməlidir. Bu situasiyada müəllimin sinfin idarə olunması baxımından ən məqsədə uyğun addımı hansıdır? Ümumiyyətlə, sinfin effektiv idarə olunması yalnız intizam yaratmaq deyil, həm də bütün şagirdlərin fəal iştirakını, motivasiyasını və əməkdaşlığını təmin etməkdir. Müəllim davranış qaydalarını xatırlatmalı, vəzifə bölgüsünü tənzimləməli, passiv şagirdləri prosesə cəlb eləməli, müsbət davranışları təşviq eləməli və təlim prosesini davamlı izləməlidir. Bu yanaşma müsbət sinif mühiti yaranmasına kömək olur, dərsin məqsədinə nail olunmasını təmin edir. Yəni bu situasiyada müəllimin qarşılaşdığı problem yalnız nizam-intizam pozulması deyildir, həm də sinfin idarə olunmasıdır, şagirdlərin motivasiyasının azalmasıdır, qrup daxili əməkdaşlığın zəifləməsidir və bütün şagirdlərin təlim prosesinə bərabər şəkildə cəlb olunmamasıdır. Effektiv sinif idarə etməsi müəllimdən yalnız intizam yaratmağı deyil, həm də elə bir öyrənmə mühiti formalaşdırmağı tələb edir ki, hər bir şagird özünü prosesin fəal iştirakçısı kimi hiss etsin. İndi baxaq variantlara. A-da deyir, qrup fəaliyyətini dərhal dayandırmaq, intizam pozan şagirdləri sinif qarşısında sərt şəkildə tənqid etmək, qrup işini ləğv edib dərsin qalan hissəsini yalnız müəllim izahı əsasında davam etdirmək və bütün şagirdlərə eyni fərdi tapşırıq verməklə sinifdə tam sakitlik yaratmağa çalışmaq. Bu yanlışdır. Qrup işini tam dayandırmaq və şagirdləri sinif qarşısında tənqid etmək müsbət öyrənmə mühitini pozur. Şagirdlərin motivasiyasını azaldır və əməkdaşlığa əsaslanan təlim prosesinə ziddir. B-də deyir, qrupların fəaliyyətinə minimum müdaxilə etmək, şagirdlərin sərbəst işləməsinin daha vacib olduğunu əsas gətirərək yaranan problemlərin öz-özünə həll olunacağını gözləmək, yalnız dərsin sonunda yekun nəticələri qiymətləndirərək zəif işləyən qruplara aşağı qiymət verməklə kifayətlənmək. Müəllimin prosesi demək olar ki, müdaxilə etməməsi sinifdə yaranmış problemlərin daha da dərinləşməsinə səbəb olur. Sinfin idarə olunması müəllimin rəhbərliyini tələb edir.
C-də deyir, sinifdə əvvəlcədən razılaşdırılmış davranış qaydalarını xatırlatmaq, qrup daxilində vəzifə bölgüsünü yenidən təşkil etmək, pasiv şagirdlərə konkret məsuliyyət vermək, qruplar arasında hərəkət edərək əməkdaşlığı və vaxtın idarə olunmasını izləmək, motivasiyaçı suallar və konstruktiv əks əlaqə ilə bütün şagirdləri fəaliyyətə cəlb etmək, müsbət davranışları təşviq edərək dərsin məqsədinə uyğun öyrənmə mühiti bərpa etməkdir. Bəli, elə cavabımız C bəndidir. C-də müəllim əvvəlcədən razılaşdırılmış sinif qaydalarını xatırladır, qrup daxili vəzifələri yenidən bölüşdürür, pasiv şagirdlərə konkret məsuliyyət verir, qruplar arasında hərəkət edərək prosesi müşahidə edir, vaxtın düzgün idarə olunmasına nəzarət edir, motivasiya edici suallar və konstruktiv əks əlaqə vasitəsilə bütün şagirdləri fəaliyyətə cəlb edir. Bu yanaşma həm müsbət psixoloji mühit yaradır, həm də dərsin məqsədinə nail olunmasına şərait yaradır. Bu, müasir kurikulumun effektiv sinif idarə etməsinin əsas prinsiplərinə tam uyğundur. Ona görə cavabım C bəndidir. D-də deyir, yalnız fəal işləyən qruplara diqqət yetirmək, onların fəaliyyətini nümunə göstərmək, digər qrupların isə nəticələrinə müdaxilə etmədən yalnız yekun təqdimat zamanı çatışmazlıqları qeyd etmək və pasiv şagirdlərin məsuliyyətini qrup rəhbərlərinin üzərinə qoymaq. Yalnız fəal qruplara diqqət yetirmək inklüziv və şagird yönümlü təlim prinsipinə uyğun deyil. Pasiv şagirdlərin məsuliyyətini qrup rəhbərlərinin üzərinə qoymaq da pedaqoji baxımdan düzgün yanaşma hesab olunmur. Y-də deyir, qruplar arasında yaranan fikir ayrılıqlarının təlim prosesinin təbii hissəsi olduğunu nəzərə alaraq prosesə müdaxilə etməmək, yalnız dərsin sonunda ümumi müzakirə təşkil etmək və şagirdlərin növbəti dərsdə daha məsuliyyətli davranacaqlarını gözləməklə kifayətlənmək. Fikir ayrılıqları öyrənmə prosesinin təbii hissəsi olsa da müəllim onları idarə etməli və əməkdaşlığın səmərəli şəkildə davam etməsinə şərait yaratmalıdır. Problemi öz axarına buraxmaq sinfin idarə olunması baxımından düzgün deyil. Buna görə də müəllimin həm nizam-intizamı, həm də şagirdlərin motivasiyasını və fəal iştirakını təmin edən ən məqsədə uyğun addımı C bəndində yer almışdır. 15-ə baxaq. Müəllim 7-ci sinifdə alternativ enerji mənbələri mövzusunda debat təşkil edir. Şagirdlərdən hər biri mövzu ilə bağlı araşdırma aparır və öz mövqeyini faktlarla əsaslandırır. Müzakirə zamanı Elvin əvvəlcə günəş enerjisinin ən səmərəli enerji mənbəyi olduğunu müdafiə edir. Lakin sinif yoldaşları külək və su enerjisinin üstünlüklərini elmi faktlar, statistik məlumatlar və real nümunələr izah edəndən sonra Elvin onların fikirlərini diqqətlə dinləyir. Təqdim olunan arqumentləri təhlil edir və bildirir ki, yeni məlumatlar onun baxışını dəyişib. O, əvvəlki mövqeyini kör-körənə müdafiə etmək əvəzinə fərqli fikirləri qəbul edir və nəticəsini yeni sübutlara əsasən yenidən formalaşdırır. Bu situasiyada Elvin daha çox hansı düşüncə tərzini nümayiş elətdirdi? Əlbəttə ki, açıq düşüncə tərzinə malik insan olduğunu göstərdi. Yəni, fərqli fikirləri dinləyir, yeni sübut və arqumentləri nəzərə alır, zərurət olanda öz mövqeyini dəyişməkdən çəkinmir və situasiyada Elvin əvvəlki fikrini israrla müdafiə eləmir. Əksinə, təqdim olunan əsaslandırılmış məlumatları qəbul edir və nəticəsini yenidən formalaşdırır. Bu, açıq düşüncə tərzinin əsas göstəricisidir. Əgər Elvin heç bir arqumenti qəbul eləməsə, yalnız öz fikrində israr etsə və yeni sübutları rədd etsəydi, bu, qapalı düşüncə tərzi olardı. Buna görə də doğru cavabımız D bəndi açıq düşüncə tərzi olmuş oldu. Yəni, burada tənqidi düşüncə, analitik düşüncə, məntiqi düşüncə yer almamışdır. 16-cı sualda müəllim 7-ci sinifdə Şah İsmayıl Xətainin Azərbaycan tarixində rolu mövzusunu tədris etdikdən sonra şagirdlərə yalnız faktları əzbərləməyi deyil, mövzunu mənalandırmağı tələb edən tapşırıq verir. O, şagirdlərə bildirir ki, Şah İsmayıl Xətainin fəaliyyəti haqqında qısa mətn hazırlasınlar. Sonra isə həmin mətni öz sözlərinə izah edəsinlər. Bundan əlavə şagirdlərdən mətni əsaslandırmaq üçün ən azı 2 tarixi sitat gətirmələri və həmin sitatların mövzunun məzmunu ilə əlaqəsini izah etmələri tələb olunur. Şagird faktları sadalamaqla kifayətlənmir. Sitatların mənasını açıqlayır, onların hadisələrlə əlaqəsini izah edir və müəllimin verdiyi suallara öz sözlərinə cavab verir. Şagirdin yerinə yetirdiyi bu fəaliyyət taksonomiyanın hansı mərhələsindədir? Əlbəttə ki, anlamaq.
yəni Y bəndi. Çünki situasiyada şagird yalnız tarixi faktları və sitatları xatırlamır. Onları öz sözlərindən izah edir, mənalandırır. Sitatlarla mövzu arasında əlaqə qurur. Bunun taksonomiyasını anlamaq mərhələsi məlumatı izah etmək, şərh etmək, ümumiləşdirmək, mənasını dərk etməyə əhatə edir. Şagirdin sitatların mənasını açıqlaması və onların mövzunun məzmunu ilə əlaqələndirməsi məhz anlamaq mərhələsinin göstəricisidir. Bu səbəbdən cavabımız Y bəndi oldu. 17-ci suala baxaq. Müəllim 9-cu sinifdə qlobal istiləşmənin səbəbləri və nəticələri mövzusunda dərsi interaktiv üsulla təşkil etmək qərarına gəlir. O əvvəlcə sinifi 2 hissəyə ayırır. Kiçik bir qrup sinfin mərkəzində əyləşərək mövzu ətrafında müzakirə aparır. Müxtəlif arqumentləri irəli sürür, bir-birinin fikirlərini əsaslandırır və ümumi nəticəyə gəlməyə çalışır. Bu zaman sinifdə qalan şagirdlər müzakirəyə qoşulmurlar. Onlar yalnız müşahidəçi kimi iştirak edirlər. Qrup üzvlərinin ünsiyyətini, arqumentlərini, əməkdaşlıq səviyyəsini və müzakirə mədəniyyətini izləyərək qeydlər aparırlar. Müzakirə başa çatandan sonra müşahidəçi qrup öz qeydlərini təqdim edir. Müzakirənin güclü və zəif tərəflərini təhlil edir və ümumi rəy bildirir. Daha sonra qruplar yerlərini dəyişərək fəaliyyət eyni qaydada davam etdirilir. Müəllimin tətbiq etdiyi iş üsulu hansıdır? Əlbəttə ki, akvarium. Çünki akvarium üsulunda kiçik qrup sinfin mərkəzində verilmiş mövzu üzrə müzakirəni aparır, böyük qrup isə müzakirəni müşahidə edir, qeydlər götürür və sonda rəy bildirir. Sonra qruplar yerlərini dəyişə də bilirlər. Situasiyada təsvir olunan bütün xüsusiyyətlər bu iş üsulunun, yəni akvariumun əlamətləridir. Ona görə cavabım D bəndi olmuş oldu. 18-ə baxaq. Müəllim 8-ci sinifdə ətraf mühitin qorunması mövzusunda layihə əsaslı dərs təşkil edir. O, şagirdləri kiçik qruplara ayıraraq onlara yaşadıkları ərazidə mövcud ekoloji problemləri araşdırmağı tapşırır. Şagirdlər müxtəlif mənbələrdən məlumat toplayır, müşahidələr aparır, əldə etdikləri faktları ümumiləşdirir və ətraf mühitin qorunmasına dair maarifləndirici video material hazırlayırlar. Videoda istifadə etmək üçün özləri məlumatlandırıcı mətn yazır, nitqlərini planlaşdırır, təqdimat bacarıqlarından istifadə edir və rəqəmsal vasitələrlə videonu montaj edirlər. Sonda hazırladıkları işi sinifdə nümayiş etdirərək sualları cavablandırırlar. Bu situasiyada daha çox hansı inteqrasiya növü həyata keçirilmişdir? Burada cavabım fənüstü və fənlərarası inteqrasiya olmalıdır. Çünki situasiyada şagirdlər biologiya və coğrafiya üzrə ekoloji bilikdən, Azərbaycan dili üzrə də mətn yazma bacarığından, informatika üzrə rəqəmsal alətlərdən istifadə edilər. Bu, fənlərarası inteqrasiya olduğunun bariz nümunəsidir. Eyni zamanda şagirdlər tədqiqat aparmaya, əməkdaşlıq, ünsiyyət və təqdimat, informasiya və kommunikasiya texnologiyalarından istifadə kimi müxtəlif fənlərdən kənara çıxan ümumi bacarıqları da tətbiq edirlər. Bu da fənüstü inteqrasiyanı əks etdirir. Bu səbəbdən situasiyada həm fənlər arası, həm də fənüstü inteqrasiya həyata keçirildiyinə görə doğru cavabım A bəndi olmuş olur. 19-da. Müəllim Azərbaycan dili dərsində mürəkkəb cümlələrin quruluşunu izah edəndən sonra şagirdlərə bir neçə nümunə cümlə təqdim edir. Daha sonra onlara tapşırır ki, verilmiş cümlələrin mənasını dəyişmədən quruluşunu yenidən tərtib eləsinlər. Söz sırasını dəyişsinlər. Sadə cümləni mürəkkəb cümləyə və ya mürəkkəb cümləni sadə cümləyə çevirsinlər. Şagirdlər öyrəndikləri qrammatik qaydalardan istifadə edərək cümlələri yeni formada qurur və müəllimə təqdim edirlər. Şagirdlərin yerinə yetirdiyi bu fəaliyyət taksonomiyanın hansı mərhələsinə aiddir? Bu, tətbiq etmə mərhələsi olur. Niyə? Çünki burada şagirdlər yalnız qaydaları xatırlamır və izah eləmirlər. Onlar öyrəndikləri qrammatik qaydaları konkret tapşırığın yerinə yetirilməsində tətbiq edərək cümlələri yenidən qururlar. Yəni, nəzəri biliyi praktik fəaliyyət zamanı istifadə edirlər. Taksonomiyada da bu tətbiq etmə mərhələsinə yer alır. Yəni, olan bir məfhumun üzərində işin icrası tətbiqdir. Olmayan bir məfhum üzərində işin icrası yaratmaq olardı. Burada cavabım B bəndi olmuş oldu. 20-ci suala keçirik. Müəllim 8-ci sinifdə ətraf mühitin mühafizəsi mövzusunda layihə təqdimatları təşkil edir. Təqdimatlar başa çatandan sonra o, hər bir şagirdin işini diqqətlə nəzərdən keçirir. Şagirdlərdən biri mövzunu düzgün araşdırsa da, təqdimat zamanı fikirlərini ardıcıllıqla ifadə edə bilmir. Bəzi anlayışları natamam izah edir və vizual materiallardan səmərəli istifadə eləmir. Müəllim şagirdin yalnız buraxdığı səhvləri sadalamaq və ya qiymət elan etməklə kifayətlənmək istəmir. O, elə bir rəy vermək istəyir ki, şagird
şagird həm öz güclü tərəflərini dərk eləsin, həm də çatışmazlıqlarını başa düşsün. Həm də növbəti təqdimatını necə daha uğurlu hazırlaya biləcəyini öyrənsin. Müəllimin məqsədi şagirdi ruhdan salmaq deyil, onun inkişafını dəstəkləmək və növbəti fəaliyyətinə istiqamət verməkdir. Bu situasiyada müəllimin verməli olduğu rəy hansı xüsusiyyətə malik olmalıdır? Baxaq. Adı deyir, şagirdin yalnız buraxdığı səhvləri sadalamaq, zəif tərəflərini vurğulamaq, qiymətini əsaslandırmaq və gələcək fəaliyyətlə bağlı əlavə istiqamətləndirmə vermədən qiymətləndirməni yekunlaşdırmaq. Yalnız zəif tərəfləri vurğulamaq bu absurdda olmaz. B deyir, şagirdi motivasiya etmək məqsədi ilə yalnız müsbət cəhətləri qeyd etmək. Buraxılan səhvlərə toxunmamaq, bu düzgün yanaşmadır, bu sadəcə tərifdir. Olmaz. C deyir, konkret, obyektiv, inkişaf yönümlü və konstruktiv olmaq, şagirdin güclü tərəflərini qeyd etməklə yanaşı, inkişaf etdirilməli məqamları göstərmək, onları necə aradan qaldıra biləcəyinə dair praktik tövsiyələr vermək və növbəti fəaliyyət üçün istiqaməti müəyyənləşdirmək. Bəli, C doğrudur. Çünki effektiv rəy şagirdin inkişafına xidmət edən konkret, obyektiv, konstruktiv və inkişaf yönümlü əks əlaqədir. Belə rəy yalnız üzr istəyirəm, səhvləri göstərmir. Həm də şagirdin güclü tərəflərini vurğulayır. İnkişaf etdirilməsi lazım olan məqamları izah edir və onları necə yaxşılaşdıra biləcəyinə dair aydın tövsiyələr verir. Effektiv rəy şagirdi motivasiya edir, öz fəaliyyətini qiymətləndirməsinə kömək edir və növbəti öyrənmə addımlarını planlaşdırmasına şərait yaradır. O biri variantlarda yalnız tənqid edilmə var, yalnız tərif olunma var. Ümumiyyətlə, inkişaf üçün istiqamət verilmir. Ona görə də doğru cavabım C olur. Həmçində D bəndində deyilədir. Təqdimat zamanı yol verilən bütün səhvləri sinif qarşısında ətraflı izah eləmək. Bu yanlışdır. Y-də deyir, yalnız yekun qiyməti elan etmək. Ümumiyyətlə, yalnız təkcə bu kimi fikirlər olanda həmişə onlardan qaçın. 20 oldu C bəndi. 21-ə baxaq. Müəllim 7-ci sinifdə su ehtiyatlarının səmərəli istifadəsi mövzusunu tədris edəndən sonra şagirdlərin müxtəlif təfəkkür növləri haqqında biliklərini yoxlamaq məqsədi ilə aşağıdakı mülahizələri təqdim edir. Analitik təfəkkür problemin tərkib hissələrini araşdırmağa, səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyə və məlumatları sistemli şəkildə təhlil etməyə imkan verir. 2-də deyir, praktik təfəkkür öyrənilmiş bilik və bacarıqların gündəlik həyatda və real problemlərin həllində tətbiq edilməsinə xidmət edir. 3-də deyir, yaradıcı təfəkkür yalnız hazır biliklərin dəyişdirilmədən yadda saxlanmasına və olduğu kimi təkrar edilməsinə əsaslanır. Bu mülahizələrin doğruluq ardıcıllığını müəyyən edin. Deməli, birinci fikir doğrudur. Çünki analitik təfəkkür məlumatları təhlil etməyə və səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyə yönəlir. 1 doğrudur. 2 də doğrudur. Çünki praktik təfəkkür əldə olunan bilik bacarıqları real həyat vəziyyətlərində tətbiq edilməsini nəzərdə tutur. Amma 3 yanlışdır. Çünki hazır məlumatları olduğu kimi yadda saxlamaq yaradıcı deyil. Əsasən xatırlama ilə bağlıdır. Yaradıcı təfəkkür isə yeni ideya, məhsul və həll yolları ortaya qoymağa yönəlir. Cavabım 1-də, 2-də, 3-7, o da A bəndindədir. Yəni, birinci mülahizə doğru oldu. Çünki analitik təfəkkür məlumatları hissələrə ayıraraq təhlil eləməyə, səbəb-nəticə əlaqələri müəyyənləşdirməyə, faktları müqayisə eləməyə və məntiqi nəticələr çıxartmağa xidmət elədi. Ona görə də 1 doğru oldu. 2 də doğru oldu. Niyə? Çünki praktik təfəkkür nəzəri biliklərin real həyat şəraitində tətbiq edilməsini, gündəlik problemlərin həllində öyrənilmiş bilik və bacarıqlardan səmərəli istifadə olunmasını nəzərdə tutur. Buna görə də 2 də doğrudur. 3 niyə yanlış oldu? Özümü də ətraflı deyirəm ki, yaddan çıxmasın. Çünki yaradıcı təfəkkür hazır məlumatları əzbərləmək və olduğu kimi təkrar eləmək deyil. Yeni ideyalar irəli sürmək, fərqli yanaşmalar tapmaq, orijinal həll yolları hazırlamaq, mövcud biliklər əsasında yeni məhsul yaratmaq bacarıqdır. Ona görə 3 yanlışdır. Cavabım A bəndi olmuş oldu. Və 22-ci sual. Müəllim 8-ci sinifdə su ehtiyatlarının qorunması mövzusunu tədris edəndən sonra şagirdlərə yalnız nəzəri bilikləri təkrar etməyə deyil, həmin biliklərdən istifadə edərək yeni məhsul hazırlamağı tapşırır. Şagirdlər qruplar şəklində çalışaraq su israfının qarşısını almağa yönəlmiş innovativ layihələr hazırlayır. Müxtəlif həll yolları irəli sürür, maket və maarifləndirici materiallar hazırlayır, layihələrini əsaslandırır. Sinif qarşısına təqdim edirlər, müəllim müşahidə edir ki, şagirdlər əvvəl öyrəndikləri bilikləri yeni şəraitə
şəraitdə tətbiq etməklə yanaşı orijinal ideyalar ortaya qoyur və praktik həll yolları hazırlayırlar. Bu situasiyada şagirdlər daha çox hansı təfəkkür növündən istifadə elədir? Əlbəttə ki, produktiv təfəkkür növündən, yəni D bəndi. Çünki produktiv təfəkkür mövcud biliklər əsasında yeni ideya, yeni məhsul və orijinal həll yolu yaratmağa yönəlmiş təfəkkür növüdür. Situasiyada şagirdlər sadəcə öyrəndiklərini təkrar eləmirlər. Onlar yeni layihə hazırlayırlar, innovativ həll yolları təklif edirlər, konkret məhsul ortaya qoyurlar. Bu da produktiv təfəkkürün əsas xüsusiyyətidir. Reproduktiv təfəkkür niyə olmaz? Çünki hazır bilikləri olduğu kimi təkrar emal etməyə əsaslanır, təkrar etməyə əsaslanır. Analitik nə olmaz? Çünki məlumatları təhlil etməyə yönəlir. Burada o yoxdur. C-də niyə olmaz? Tənqidi təfəkkür. Çünki arqumentləri qiymətləndirərək qərar verməyə xidmət edir. Burada da o yoxdur. Praktik təfəkkür niyə olmaz? Çünki biliklərin real həyatda tətbiqinə yönəlsə də, situasiyada əsas vurğu yeni məhsul və innovativ həll yaratmağa yönəldiyi üçün cavabım D bəndi olmuş olur. Bu qədər, uğurlar.